Rabitənin əmələ gəlmə mexanizmi, rabitənin hesablanması, sigma pi rabitələr nədir, onları izah eləyəcəm hibridləşməyə qədər. Bir də kristal qəfəsin tipləri falan. Çünki mövzu olaraq geri qalırıq. Hər birini izahını verirəm. Ona aid də testlər verəcəm, işləyərsiniz. Belə. Deməli, ilk öncə rabitənin əmələ gəlmə mexanizminə baxırıq. Rabitə iki mexanizmdən əmələ gəlir. Birinci mübadilə mexanizmi, mübadilə. İkinci isə donor akseptor. Donor akseptor. Deməli, birinci mübadilə mexanizmi. Mübadilə mexanizmi tək elektronların hesabına yaranır. Hər bir atom öz tək elektronlarını mərkəzə gətirir. Hər birinin tək elektronları hesabına rabitə yaranır. Bir rabitə, bir xəttdən göstərilir. Yəni, hər rabitə, hər xətt 2 elektronun hesabına yaranır. 2 elektronun hesabına yaranır. Deməli, mübadilədə necə oldu? Mən də elektronumu verirəm bu rabitənin əmələ gəlməsinə, sən də elektronunu verirsən. Mübadilə edirik elektronlarımızı, qoyuruq mərkəzə, onun hesabına rabitə yaradılır. Məsələn, hidrogenin sıra nömrəsi 1-dir. Cəmi onun bir dənə tək elektronu var. Bir S yarım səviyyəsində bir dənə tək elektronu var. 2 hidrogen gəlir yanaşı, mən H2 molekulunu yaratmalıyam. Onun hesabına belə tək qat rabitəli hidrogen arasında rabitə yaranır. Məsələn, indi mən baxmaq istəyirəm H-xlorda necə yaranır. Hidrogen dediyim kimi sıra nömrəsi 1-dir. Cəmi 1 elektronu var. Burada bir şəkildə göstərəm. Xlorun sıra nömrəsi 17-dir. Mən onun elektronlarını düzüm. 1s2, 2s2, 2p6. Niyə başdan deyirəm? Yadınızda qalsın deyə, yadınızda salıram daha doğrusu. Birincidə bir yarım səviyyə var. İçərisində bir orbital var. S yarım səviyyəsidir içərisində də. Onda da bir dənə S orbital var. 1s2. Bu dolandan sonra keçirdi ikinciyə yadınızdadsa. 2-də 2 dənə sıra elə bil ki, dövrün nömrəsinə uyğun. Mən orada deyirdim ki, səviyyə var. İkinci energetik səviyyədə 2 yarım səviyyə var. 2s, 2p. 2s-də 1 orbital, 2p-də isə 3 orbital var. Oldu 2s2, 2p6. Cəm elədimi 10? Keçdim 3-cüyə. 3s2, 3p5. 3s-də 3-cü energetik səviyyədə 3s var, 3p var, 3d var. Yadınızdadırsa 3d-nin dolmağı 4s-dən sonra baş verirdi. Birinci 3s dolurdu, 3p dolurdu, sonra 4s dolurdu, sonra 3d dolurdu. Daha o tərəflər mənə lazım deyil. Əsas bu 17 dənə doldurum. Deməli, 1s2, 2s2, 2p6, 3s2, 3p5. Daxildən işləmirəm. Ya birinci energetik səviyyə, ya ikinci energetik səviyyə. Heç bir mənə lazım deyil. Xaricdə, yəni ən xaricində hansı energetik səviyyədirsə onunla işləyirəm. Ona görə də qısa elektron formulunu bura nöqtələr qoyuram. Yazıram 3s2, 3p5. 3p5. Burada gördüyüm kimi S-də bir cüt elektron var. P-də normal şəraitdə 3p yarım səviyyəsi, daha doğrusu p yarım səviyyəsində 3 orbital var. 1, 2, 3, 4, 5. Yəni 5 elektron da burada yerləşir. Cəmi bir dənə tək elektronu oldu mu? Bəli. Deməli, hidrogenin də bir dənə tək elektronu, xlorun da bir dənə tək elektronu, o birilər cüt şəkildədir. Ətrafında cüt şəkildədir. Var, əlavə olaraq 1s2 buradadır, 1 cütü, sonra 2 cütü, 3 cütü, 3 dənə cüt var, onun ətrafına düzülürəm. Ümumiyyətlə, hidrogenlə helium, yadınızda saxlayın, helium istifadə olunmur, amma hidrogen çox birləşmələrdə rast gəlinir də. Bunlar dublet qaydasına uyğun elektronunu tamamlayır. Yəni, dublet nə deməkdir? Ətrafında maksimum 2 elektron saxlaya bilər. Bu ortadakı elektron hər iki element üçün ortaqdır. Yəni, burada hidrogenə baxanda görəsiniz ki, 2-yə tamamlayıb da, yəni sonunda 1s2 formaya tamamlayır. Bir dənə hidrogendən heliumdur. Qalanları oktet qaydasına uyğun, yəni ətrafında cəmi bunun 8 elektron olmalıdır. 8 elektron olmalıdır ki, bu oktet qaydası, okta 8 deməkdir, yəni 8-i tamamlasın. Dubletdə dubl 2 deməkdir, yəni 2-yə tamamlasın. Hidrogenlə heliumdur ki, maksimum ətrafında 2 elektron saxlaya bilər, amma xlordur, digər elementlərdir, onlar hamısı
oktetə tamamlayır, yəni 8-ə. Nəysə, gəldik nəyə? Gördük ki, hər biri bu tək elektronu gətirdi mərkəzə, onun hesabına belə bir rabitə yarandı. İndi məsəl üçün mən baxıram oksigen arasında. Oksigen sıra nömrəsi 8-dir. 1s2, 2s2, 2p4. Daxil mənə lazım deyil. 2s2, 2p4-ü yazıram. S-də bir cüt elektrondur. P-yə baxıram. P-də 1, 2, 3, 4. Yəni, P-də də görürəm 2 dənə tək elektronu var. Hər iki oksigen gəlir mərkəzə. Hər ikisinin tək elektronları hesabına burada rabitə yaranır. Digərlərində hər ikisində baxıram ki, hərəsində 2 cüt elektron ətrafında, hər ikisində 2 cüt elektron ətrafında. O mənə lazım deyil. Tək elektronların hesabına yaranır. Tək elektronların hesabına yaranır. İndi sonra gəlirəm N2 arasında. Yəni, bayaqların var idi, neçə dənə rabitə var? Oksigen arasında 3 qat rabitə var. Halogenlər arasında 1 qat rabitə olacaq. Niyə? Xlorun cəmi bir tək elektronu var. Bayaqlarım çəkdim, göstərdim. Cəmi bir dənə tək elektronu var. 2 dənə xlor yan-yana gəlsə bir tək elektron olacaq. Nəinki xlor? 7-ci qrupda yerləşən elementlərin hamısı sonluğu 2s2-2p5, 3s2-3p5, 4s2-4p5 sonluğu bu cür formada qutarır. Cəmi bir tək elektronu olur. İndi azota baxıram. Sıra nömrəsi 7-dir. 1s2, 2s2, 2p3. S-də bir cütdür. Ondan işim yoxdur. P-yə baxıram. 3 dənə tək elektronu var. 1, 2, 3. Azot yazıram. Bir cütünü yazıram. 3 dənə də təkini yazdım. Digər azotu yazıram. Bir cütü yazıram. 3 dənə də təkini yazdım. Azot arasında 3K rabitə yaranır. Niyə? Hərəsi bir tək elektronu, hərəsi bir tək. Yəni ki, hərəsində 3 tək elektron var. Onlar gəlir mərkəzə. Onun hesabına 3 qat rabitə yaranır. Bu da bayaqki sualın cavabı. Azot arasında N2 şəklində verib orada. Oksigendə 2 qat rabitə, azotda 3 qat rabitə, yəni burada 3 rabitə var, burada 2 rabitə var və s. Uşaqlar, yəqin ki, bu aydın oldu. Mübadilə nədir? Yəni, hər bir rabitənin yaranması üçün hər bir elektron tək elektronu verir. Onun hesabına rabitə yaranır. Sonra gəldik uşaqlar donor-akseptor mexanizmi. Donor-akseptor mexanizmi. Donor-akseptor. Ancaq 3 birləşmədə olur. H3O müsbət, buna hidroksion ionu deyirlər. NH4 müsbət, buna ammonium ionu deyirlər və CO bu dəm qazının tərkibidir, dəm qazı deyirlər. Birinci baxaq H3O müsbət necə əmələ gəlir. Uşaqlar, nəyin üzərində müsbət görürsünüzsə, ondan bir vahid əskik. Bax, bunda müsbət yoxdur, buna ehtiyac yoxdur, buna dəymirəm. Amma digərlərində bir vahid əskik, yəni birinci H2O əmələ gəlir, sonra kənardan H müsbət boş orbitaldan gəlir yanına. Burada birinci NH3 əmələ gəlir, sonra kənardan məhlulda gedən prosesdə H müsbət də elə belə mövcud deyil. Məhlulun içərisində məsələn H xlor məhlulunda xlor bütün elektronlarını alır, hidrogen bomboş qalır. Kənardan H müsbət gəlir. İndi bunun hər birini ayrı-ayrı izah edirəm. Gəlirəm H3O müsbət necə əmələ gəlir ona. Dediyim kimi birinci nə əmələ gələcək? H2O. Hidrogen sıra nömrəsi 1-dir, oksigen sıra nömrəsi 8-dir. Və oksigende yuxarıda qeyd elədiyim kimi, baxın, yuxarıda çəkmişəm. Oksigende neçə tək elektron var? 2 tək. 2 dənə cüt var, 2 dənə tək var. Yazıram oksigenin yanına. Oksigenin yanına 2 dənə cüt qoyuram, 2 dənə də tək qoyuram. Hidrogenin də cəmi bir tək elektronu var, amma məndə 2 hidrogen olduğuna görə hər hidrogenin tək elektronun yanına qeyd edirəm, hərəsində bir elektronu. Bu sadəcə bayaqlarım göstərdiyim mübadilə mexanizmi ilə yaranır. Yəni, hər biri oksigendə bir tək elektron verib, hidrogendə bir tək elektron verib. Onun hesabından rabitə yaradıblar. Bu bayaqki mübadilə. Mübadilə mən də verirəm, sən də verirsən. Ortalığa qoyuruq, şərikli şəkildə rabitə yaradırıq. İndi gəldik donor-akseptor nədir? Üçüncü bu hidrogenin birləşməsi donor-akseptordan olur. Məhlulun içərisində, məsələn, H-xlor məhlulunda. Xlor gəlir, hidrogenin elektronlarını götürür. Hidrogen yazıqın cəmi bir dənə elektronu var idi. Onu da onun əlindən aldılar. Bu hidrogen neyəcək? Bomboş, orbitaldan gəlir, bomboş. Bir elektronu var idi, onu da verib. İndi boş orbitaldan qalıb axı, yəni bomboş dayanıb. Növbəti rabitəni yaratmaq üçün hidrogen müraciət edir oksigenə, deyir, ay oksigen, sənin 2 cüt burada elektronun var. Gəl paxıllıq eləmə, bir cütünü mənə ver, gəl müvəqqəti körpü şəklində rabitə yaradaq. Oksigen də paxıllıq eləmir. Daha demirəm, oksigen elektronlarını hidrogenə verir.
Oksigen verə bilməz. Oksigen elektromənfiliyi çoxdur. Bu 6-cı qrupdadır. Hidrogen 1-dədir. Soldan sağa qeyri-metallıq, oksidləşdiriciliyi artır. Oksigende daha çox qeyri-metallıq var. O elektron çəkir. Sadəcə müvəqqəti olaraq körpü şəklində məhlulda müvəqqəti olaraq yaranan bir prosesdir ki, məhlulun içərisində belə bir ion yaranır. Yəni, iki dənəsi normal mübadilə mexanizmindən yaranır. Biri isə deməli bu cür formada qeyd edirik. Deməli, donor-akseptor mexanizmi vasitəsilə yaranır. Donor-akseptor mexanizmini belə ox vasitəsilə göstəririk. Deməli, 3 rabitədən ikisi mübadilə, biri isə donor-akseptor rabitəsindən yaranır. Biri isə donor-akseptor rabitəsindən yaranır. Məndən soruşa bilər, donor atomu kimdir? Oksigen. Akseptor atomu kimdir? Hidrogen. Donor atomu neçə elektron verir rabitəyə? 4 elektron. Hardan bilirəm? Baxıram ki, bu oksigen hidrogenlə rabitəyə mübadilə mexanizminə 2 dənə elektron verdi. Hidrogen də verdi, oksigen də verdi. Hətta bir cütü də nəyə verir? Bu müvəqqəti körpü şəklində donor-akseptor rabitəsinə verir. Deməli, donor atomu neçə elektron verdi rabitəyə? 4 elektron. Deyə bilər ki, donor atomunun neçə faiz elektronu rabitədə iştirak edir? Donor atomu oksigendir. Bunun cəmi 8 elektronu var. Onda 4 iştirak elədi. Deməli, 4-də 8-in neçə faizidir uşaqlar? 50 faizi. Deməli, donor atomu elektronların 50 faizini rabitəyə verdi. Bu ətrafda sual ola bilər. Məsələn, verə bilər ki, H2O müsbətdən H2O-da elektron sayını müqayisə edin. Baxın, bu H müsbət kənardan elektronunu verib gəlir. Amma proton, neytron nüvədə olan bir şeydir. Proton heç vaxt dəyişmir. Neytronu varsa, neytron heç vaxt dəyişmir. Onlar nüvədə olur, onlar dəyişməz bir şeylərdir. Ancaq dəyişən nədir? Dəyişən onun elektron sayıdır. Dəyişən onun elektron sayıdır. Çünki elektronunu verib bomboş qalıb. İndi gəlirəm bura. H3O müsbətdə proton istəyir, elektron istəyir, neytron istəyir. H2O-da yenə elə. Birinci baxıram H2O-ya. Oksigen sıra nömrəsi 8-dir. Hidrogen sıra nömrəsi 1-dir. Vururam 2 eləcə 2 cəmi. Bunda 10 proton var. Amma H3O müsbətdə 11 proton. Niyə? Hidrogen biri artıqdır. Hidrogenin biri çoxdur. Və H müsbət şəklində gəlsə də elektronu verib gəlir. Protona nə dəxli? Proton nüvədədir. O toxunulmazdır. Amma elektron hər ikisində eyni olacaq. Suda nə qədər proton varsa elektron sayı da o qədərdir, sıra nömrəsinə bərabərdir. Amma H3O müsbətdə də 10 elektron olacaq. Çünki hidrogenin biri bomboş gəlib, elektronsuz gəlib, əlin qolunu sallaya-sallaya gəlib. İndi gəldi neytron. Neytron hidrogenlərə saymıram. Çünki hidrogende yoxdur. 1 çıx 1 0 edir. Oksigende nə qədərsə o qədər olacaq. Hər ikisində 8 neytron olacaq. Yəni bu cür suallar düşə bilər, müqayisələr istənilə bilər. İndi gəldim uşaqlar nəyə? NH4 müsbətə. NH4 müsbətə. NH4 müsbətdə yenə dediyim kimi bir hidrogen əskik, yəni birinci amoniak əmələ gələcək, sonra H müsbət birləşəcək bomboş. Azotun sıra nömrəsi 7-dir. Yuxarıda qeyd eləmişəm. 2s2 2p3-dür. Bir cüt buradadır, 3 dənə də tək burada. Gördüyümüz kimi 3 hidrogen birləşib, hər hidrogen bir tək elektronla gəlir, birləşir və belə bir rabitə yaradırlar. Bax, belə bir rabitə yaradırlar. Bunu biraz uzaq göstərim. Belə bir rabitə yaradırlar. Sonra hidrogen gəlir, məhlulda gedən prosesdə elektronsuz formada gəlir. Gəlir, görür ki, bu azotun cüt sayda elektronu var. Deyir, azot qardaş, gəl bir dənə burada müvəqqəti körpü şəklində rabitə yaradaq, bu məhlula lazımdır. Və onun köməyi ilə, azotun köməyi ilə azot cüt elektronlarını verir, donorluq edir. Siz özünüz bilirsiniz də, həyatda donor nədir? Qanı verəndir. Burada da akseptor deyə bir şey yoxdur, amma burada da elektron cütünü verənə donor deyirlər. Ona görə donor akseptor mexanizmi gedir də, akseptor hidrogeni alır bomboş orbitaldan, amma azot verir cüt elektronunu. Və onun hesabına növbəti bir rabitə yaranır. Deməli, neçə rabitə oldu NH4 müsbətdə? 4 rabitə. Neçə hidrogenlə birləşibsə, o qədər rabitə var. 4 rabitə. Yaxşı, bu 4 rabitənin neçəsi donor akseptordur? Biri. Yəni, nə qədər edir? O edir 4-də 1. 4-də 1 də 25%-dir. Bəs nə qədər mübadilədir? Mübadiləni oxdan göstərmirik. Sadə xəttlərlə göstəririk. Bu da edir 75%.
Deməli 75% də bunda mübadilə mexanizmi ilə yaranan rabitələr var. Yaxşı, donor atomu neçə elektron verdi ümumən rabitələrə? Donor atomu azotdur. 3 dənə elektronunu mübadiləyə verdi. Bir cüt elektronunu donor akseptor mexanizminə verdi. Cəmi 5 dənə elektron verdi. Donor atomu cəmi 5 elektron verdi rabitəyə. İndi yenə də deyirəm, NH4 müsbətlə NH3 arasında proton sayı, neytron sayı, elektron sayı arasındakı münasibət istənilə bilər. Azotun sıra nömrəsi 7-dir. Hidrogenin sıra nömrəsi 1-dir. 1-i vuram 3-ə, 3 cəmi edir 10. 10 proton buradadır. 10, amma 11 proton NH4-dədir. Niyə? Nə olsun, hidrogen elektronsuz gəlib, onun protonu var nüvədədir, dəyişmir. Amma elektron sayı, burada elektron sayı, burada neytron yazmışam. O elektronu aşağı yazıram. Elektron sayı proton sayına bərabər olacaq ammoniakda, NH4 müsbətdə də, çünki hidrogenin biri bomboş elektronsuz gəlib. Və hidrogenin bildiyimiz kimi neytron olmadığına görə hər ikisində 7 neytron var. 7 neytronların sayı da bərabər olacaq. Növbəti birləşməmiz CO-dur, dəm qazıdır. Dəm qazı, görürsünüz, üzərində heç bir müsbət falan yoxdur. Onların daxilində gedən bir prosesdir. Dəm qazında karbon sıra nömrəsi 6, oksigen sıra nömrəsi 8. Karbon üçün, deməli, oksigen üçün yazıram 1s2, 2s2, 2p4. Burada bir cüt elektron var. P-yə baxıram. P-də 1, 2, 3, 4 bir cüt var. 2 təki var. Yenə karbon yazıram. Karbon yazıram. 2s2, 2p2. Niyə 1s2, 2s2, 2p2 cəmi eləsin 6 elektron. Yenə də burada bir cütdür. Bundan işim yoxdur. Ancaq xaricdən işləyirəm də. 1s2-si var ha ikisində. Onu nəzərə almıram. Xarici lazımdır mənə. 1, 2. Karbon yazıram, oksigen yazıram. Hər birinin tək elektronu hesabına. İndi bunu ayrıca göstərirəm. Baxın, oksigenin tək elektronu, karbonun tək elektronu. Bunun hesabına bir qat rabitə yaratdım. Təzədən burada oksigenin bir tək elektronu, karbonun bir tək elektronu, yenə də bunun arasında bir qat rabitə yaratdım. İndi baxıram, oksigenin burada cütü var, karbonun da boş yeri var. Onun hesabına növbəti bir rabitə yarana bilər. Artıq oksigen burada donorluq eləyir. Amma molekulun daxilində atomlar arasında baş verir. Donorluq eləyir. Bax, 3-cü rabitə donor akseptor mexanizmi ilə yarandı. Növbəti sual burada donor atomu kimdir? Oksigen atomudur. Və donor atomu neçə elektron verir? 2 tək elektron mübadiləyə, bir cüt elektron isə donor akseptor mexanizminə verir. Donor atomu oksigendir. Cəmi 4 elektron vermiş olacaq rabitələrə, cəmi 4 elektron vermiş olacaq uşaqlar. Və ən çox düşən suallardan biri, karbonun valenti neçədir burada, oksigenin valenti neçədir? Hər birində 3-dür. Niyə? Aralarında 3 qat rabitə var. Bəs oksidaşma dərəcəsi nə olacaq? Yəni, alınan, verilən elektronların sayı. Burada oksigen oksidaşma dərəcəsi -2-dir. Niyə? Cəmi 2 dənə elektron alıb da karbondan. Çünki oksigen elektromənfiliyi karbondan çoxdur, 2 elektron alıb. Daha bu 2 elektronu verməyib. Heç oksidaşma dərəcəsini deyəndə o donor akseptoru nəzərdə almırsınız. Oksidaşma dərəcəsi alınan, verilən elektronların sayıdır. Onu nəzərə almıram mən. Çünki o elə-belə müvəqqəti şəkildə yaranan körpüdür. Karbonda da burada müsbət 2-dir. Çünki o karbon 2 elektronunu verir ortalığa. NH4 müsbətdə yenə elə. Burada azotun valenti 4-dür. Niyə 4 dənə rabitə yaradıb? Amma baxmayaraq ki, valenti 4-dür, oksidaşma dərəcəsi -3 eləyəcək. Çünki 3 hidrogendən özünə elektron çəkir. 4-cünü elə-belə müvəqqəti körpü şəklində yaradır. H3O müsbətdə yenə H3O müsbətdə oksigenin valenti 3-ə bərabərdir. Bütün birləşmələrdə oksigen 2 valentlidir. Bir dənə H3O müsbətdə 3 valentlidir. Çünki bir də CO-da. Çünki bunlarda 3 qat rabitə yaradırlar. Yaxşı, oksidaşma dərəcəsi nədir? -2. Niyə? 2 hidrogendən elektron aldı. Növbəti, deməli, hidrogendən almadı. Növbəti hidrogenlə sadəcə olaraq müvəqqəti donor akseptor rabitəsi yaratdı. Uşaqlar, deməli, rabitənin neçə mexanizmi oldu? 2 mexanizmi, mübadilə və donor akseptor mexanizmi. İndi gəldik nəyə uşaqlar? Sigma və pi rabitələr. Sigma rabitə nədir? Pi rabitə nədir? Bu kovalent rabitənin növlərindən biridir. Biz bildiyimiz kimi kovalent rabitənin 2 növü var.
polyar və qeyri-polyar rabitə ancaq mərkəzlərində rabitənin istiqamətini göstərmək üçün, necə yarandığını göstərmək üçün sigma və pi rabitədən istifadə edirlər. Sigma rabitə mərkəzləri, atomların mərkəzlərini birləşdirən rabitədir. Pi rabitə isə perpendikulyar rabitə hesab olunur. Yaxşı, dediyimizi nümunə üzərində göstərək. O nə deməkdir? Yəni, mərkəzi atom birləşir, perpendikulyar o nə deməkdir? Necə seçəcək? Ümumiyyətlə, harda kovalent rabitə birləşmələr gördünüzsə, bilin ki, orada sigma rabitə var. Sigma rabitəsiz kovalent rabitə mümkün deyil. Və neçə qat olur olsun, onun biri sigma olur, qalanları pi. Məsələn, H-dan xlor arasında bir qat rabitə var, bu sigma rabitədir. Kovalent rabitədir və mərkəzi atomları birləşdirən bu kovalent rabitənin növü bu sigma rabitə adlanır. Amma oksigen arasında 2 qat rabitə var. Onun biri sigma olacaq, digəri pi. Azot arasında 3 qat rabitə olacaq. Onun biri sigmadır, yəni mərkəzi atomları birləşdirən rabitədir, əsas rabitədir. Digərləri pi. Pi rabitə sadəcə rabitənin möhkəmliyini artırır. Bir də bizdən nə soruşa bilər? Yaxşı, sigma rabitənin qapanmasını H2 arasında, H-xlor arasında, oksigen arasında bunların qapanmasını göstərin. Necə olur bunları qapanın? Bunu çəkin. Ümumiyyətlə, biz dövrü sistemi keçəndə orbitalın formasını demişdik. Dedik ki, S elementlərin forması necə olur? Dairə. Görürsünüz necə dövrü sistemindən bir-birindən bağlıdır. P elementlərin forması da qantelə bənzər olur uşaqlar. İndi hidrogen S elementi olduğuna görə iki hidrogen arasında sadəcə bu formada qapanma olacaq. Hər bir hidrogen S orbitalıdır. Bu formada qapanma olacaq. Düz xətt boyunca yönəlir. İndi baxıram hidrogenlə xlor arasında. Hidrogen S elementidir, dairə. Xlor isə P elementidir. Axırıncı elektronları gəlir P yarım səviyyəsinə düşür. P elementidir. P-nin də forması necə idi? Qantel formasında. Yəni hidrogen üçün dairə çəkərəm. Xlor üçün bir dənə belə qantel çəkərəm. Bu formada. Sonra gəldi nə? Oksigen arasında. Oksigen də P elementidir. Digər oksigen də P elementidir. Bunların arasındakı rabitəni göstərək. Hər biri P elementi olduğuna görə 2 dənə belə qantel çəkirik. Və salam. Deməli, PP arasında belə bir sigma rabitə yarandı. Bax, birincisi o sigmanı deyirəm. Amma ikinci qat rabitə perpendikulyar istiqamətdə yönələn rabitədir. Yəni, bu cür formada yaranır. Pi rabitə bu cür formada yaranır. İndi bu oksigen arasında pi rabitəni göstərək görək necə olur. Oksigen arasında pi rabitənin qapanması, yəni bu formada olur. Bunlar bir-birinə yaxınlaşır, uzaqlaşır. Bax, bunların arasında olur. Yaxınlaşandan sonra qapanma bu cür formada olur. Yəni, pi rabitə ancaq perpendikulyar görəcəksiniz. Sigma rabitə mərkəzi atomu birləşdirir deyə ancaq düz xətt boyunca istəyir SS olsun, istəyir SP olsun, istəyir PP olsun. O, asıldır elementdən. Əgər S elementidirsə 2 dənə dairə çəkirsən, SP-dirsə biri dairə, biri qantel. Məsələn, bu H-xlor, hidrogen S-dir, xlor P elementidir. Oksigen hər ikisi P elementi olduğuna görə bu cür yaranır. Məsələn, xlor 2-də 2 xlor arasında bu cür formada yaranmasını göstərə bilərik. Çünki hər ikisi P elementi olduğuna görə bu cür formada qapanır. Yaranmasını bu cür formada göstərə bilərik uşaqlar. Bu belə. Deməli, sigma və pi rabitəni də aydınlaşdırdıq. İndi gəldik uşaqlar rabitənin hesablanmasına. Rabitənin hesablanması necə aparılır? Rabitənin hesablanması var ümumi rabitə birləşmələrdə. Var polyar rabitə, qeyri-polyar rabitə, ion rabitə. Yaxşı, bunu necə tapaq? Nə bilək ki, hansında hər ikisi var. Məsələn, yazılıb kalium 2, SO4. Burada metal görürəm və yanında qeyri-metal var. Metal var, yanında qeyri-metal varsa, mən bilirəm, avtomatik burada ion rabitə var. 2 dənə fərqli qeyri-metal görürəmsə, avtomatik bilirəm, kovalent rabitə var. Yaxşı, mən bunları necə tapım? Uşaqlar, belə bir qayda var. Oksigenin sayını vuracaqsınız valentinə. Sayını burada 4-dür. Vuracaqsınız valentinə. Eləyəcək 8. Deməli, ümumi rabitələrin sayı elədir 8. İon rabitəni tapmaq üçün metalın sayını vuracaqsınız valentinə. Metalın sayı 2-dir, valenti isə 1-dir. Deməli, ion rabitənin sayı elədir 2. Kovalent rabitəni tapmaq üçün ümumidən ion çıxıram.
8 çıx 2 eləyəcək 6. Bunun üçün təbii ki, siz nəyi bilməlisiniz? Tərkibindəki metalın mütləq şəkildə valentini bilməliyik. Bunun üçün qayda biz valentlik dərsini təkrarlamalıyıq. Başqa yolumuz yoxdur. Məsələn, verib kalsium karbonat. Bu dəfə indi siz mənə kömək eləyin görək necə hesablayaq? Hə, Rəşid, burada necə hesablayarıq? Dedim ki, ümumini tapmaq üçün nə edirik? Oksigenin sayını vururam valentinə. Yəni, ümumi nə qədər eləyir? Oksigenin sayını valentinə 3'ü 2'ye vururuq 6. Bəli. İndi iyon rabitəni tapmaq üçün metalın sayını valentinə vururam. Kalsiumun valenti neçədir? Neçənci qrup elementidir kalsium? 2. Deməli, valenti 2-dir. Kalsiumun da sayı 1-dir. 1'i vururam 2'yə, elədi 2. İyonda 2. İndi kovalent rabitəni tapmaq üçün nə edirik, Eldar? Eldar, nə edirik kovalent rabitənin sayını tapmaq üçün? Yuxarıda qeyd elədim. Xeyr, yuxarıda qeyd eləmişəm. Siz dərsə diqqətlə niyə qulaq asmırsınız? Kovalent rabitəni tapmaq üçün ümumidən iyonun sayını çıxıram. Ümumi 6, iyon da 2. 6 çıx 2 nə qədər elədi? 4. Birini də verirəm. Siz kömək eləyin mənə hesablayın. Alüminium 2, SO4-dən 3 dəfə. Yaxşı. Ümumi nə qədərdir? Solmaz hesablayacaq indi. İyon, kovalent. Olmaz. Ümumini tapmaq üçün dediyim kimi oksigenin sayını valentinə vururam. Burada oksigen nə qədərdir? Oksigen sayı nə qədərdir? Yaxşı, Rəşid, sən denən görüm, ümumini necə tapın bura? 4, bıraq 3. 12. 12-dən nəyə vururam? 2'ye. Bəli. 24. 24 ümumi. İyonu necə tapıram? O alüminiumun valenti neçədir? 3. 3. 3'ü vururam 2'yə. Elədi 6 iyon. Kovalenti tapmaq üçün ümumidən 24'ten 6 çıxırıq. bəli, eləyəcək 18. Bir də uşaqlar, harda NH4 varsa, orada da iyon rabitə var. Amma buna aid rabitənin hesablanmasını növbəti dərsdə deyəcəm. Çünki bu biraz gəlizdir. Mən desəm, bütün informasiyalar beyninizdə qarışacaq. Hələ ki, sadə formada bilin. Ardını gələn dərs izah eləyəcəm. Deməli, biz bugün nə öyrəndik? Rabitənin əmələ gəlmə mexanizmi, sigma və pi rabitələr nədir, necə qapanır? Eyni zamanda rabitənin hesablanmasını öyrəndik. Buna aid də testlərdən seçib verəcəm. Növbəti dərsdə inşallah bunu rabitənin hesablanmasının ardıdır, hibridləşmə, rabitənin xassələri və eyni zamanda rabitənin tipləri. Gələn dəfə inşallah elə eləyək ki, rabitə mövzusunu yekunlaşdıraq ki, növbəti dəfə sınaq verib ardını keçə bilək uşaqlar.